Salam, hər vaxtınız xeyir olsun. Yeni gündə, yeni vloqla xoş gördük hər birinizə. Bugünkü vloqumda evə lazım olanlar alınmışdı. Axşamdan onları yerləşdirdim. Sonra keçdim işlərimi görməyə. Tezdən oyanmışıq. Həyətdə də iş gedir. Və qızlar, ötən vloqumda da paylaşım etmişdim. Vloqlarımın, yəni ötənki vloqlarımın birində kələm şorbası tutması hazırlayırıq. Onu da ana bu gün hazırladı. Bankalara yığdı. Həmin hissəsinə də çəkiliş etmişəm. Belə sizlərə xoş izləmələr olsun. Və qızlar, ötən vloqda kələmlə bibəri duzlayıb qoymuşdu. Bir gün saxladıq. Sonra suyunu sıxdı. Üzərinə cəfəri, kök, bir də çuğundur. Çuğunduru rəndələmişdim. Rəndədən keçirtmişdim ki, daha da rəngi gözəl olsun. Əlavə edib birlikdə qarışdırdı. Sonra yığdı belə bankalara, qablara. Üzərinə də yarı sirkə, yarı su əlavə edib duzunu da yenidən əlavə etdi. Və artıq bu kələm şorbamız hazırdır, tutmamız hazırdır. Burada isə keçdiyim kələm varsa, keçdiyim kələm dolması bişməyə. Bugün kələm dolması hazırladım. Kələmin yarpaqlarını ilk öncə biraz qaynar suda belə pörtlədim. Pörtlədim ki, necə deyim bilmədim, dilimdə dolaşdı. Axır ki, bunları da yarpaqlar yumşaldıqdan sonra götürdük. İçərisinə əti qoyub bükdüm. Yığdıq qazana, qoyduq bişməyə. Belə qızlar, yeməyimiz artıq hazırdır. İşləyənlərin, yəni həyətdə işləyənlərin süfrəsini belə hazırladım. Yesinlər yeməyini. Özümüz də süfrəmizi hazırladıq, yeməyimizi yedik. Soyuducunun buzluq hissəsinə təmizlik etdim və keçdim oranı təmizləməyə. Həmin hissədən də biraz qısa da olsa çəkiliş edib paylaşım etdim.
Belə qızlar, soyuducunu da təmizlədim. Burada da çörək bişirmişdik. Onu qoydum böyük salafana. Konfetlərdən artıq qalmışdı. Yəni qabını doldurduqdan sonra belə qalmışdı. Onun üçün mən də qoydum buzluğa. Yəni bitirdikdən sonra götürüb tökərəm qabına. Sonra göy-göyərti həyətdə olanda istiot, keşniş, belə ispanaq doğrayıb yığmışam buzluğa. Qışda əlimə yəni atanda olsun, rahat olsun. Artıq axşamdır qızlar. Axşam da getdik mağazaya. Oğlum üçün məktəbə geyinməyə belə boyunlu köynək aldıq. Məktəb forması idi elə. Aldıq. Bir-iki evə lazım olanlar da var idi. Onu da aldıq və biraz da çəkiliş edib qayıtdıq evə. Və qayıtdıq evə, belə dəsmal aldım sarı. Bunun əvvəl rulon şəklində alırdıq. Bu sarı çitlərin belə deyim, dəsmallarını alırdıq. Sonra yaxşı olmadı, çıxmadı. Onun üçün keçdim belə 3 dənəlisinin yaxşısını almağa. Elə həmin mağazadan götürdük. Belə hamam otağı, hamam tualet otağını yumaq üçün hər zaman mən bu yuyucu vasitədən istifadə eləyirəm. Bir dənə çırpıcı aldım. Bunu isə qaynım oğlunun doğum günü idi. Onun üçün almışdıq. Və belə oğlum üçün də bir dənə belə boyunlu köynək aldıq. Vadalaska deyirlər, bilmirəm adını nə deyirlər. Axır ki belə bir köynək də aldıq. Bunu da 14 manata aldıq, səhv etməsəm.
Belə qayıtdıq evimizə, gəldik, belə çəkiliş də etdim evdə də. Videonu sonlandırdım. Videonu izlədinizsə izləyib, bəyəndinizsə bəyənişinizi qoyub abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə.